Bilgəhdə 21 yaşlı Niyaz Pirməmmədovun boğularaq ölümü ilə nəticələnən faciənin təfərrüatları məlum olub. Mərhumun əmisi Nafih Pirməmmədov Niyazın ailənin tək oğlu olduğunu bildirib. 3-cü kursa keçmişdi, evin tək oğlu idi, ailədə 3 bacı, bir qardaş idilər. Qonşularından biri isə hadisənin hansı şəraitdə baş verdiyini açıqlayıb. Xəbər həm bizim, həm də bütün kənd üçün çox üzücü oldu. 21 yaşlı belə savadlı gəncin bu şəkildə dənizdə batması hamımızı sarsıtdı. 4 dost olublar. Niyaz batmağa başlayanda digər 3 nəfər ona kömək etmək istəyib və nəticədə hamısı batmaq təhlükəsi ilə üzləşib. Təəssüf ki, Niyazı xilas etmək mümkün olmadı. Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, dalğıc xilasedicilərin operativ əməliyyatı nəticəsində 2001-ci il təvəllüdlü Məhəmməd Fətəliyev, 2000-ci il təvəllüdlü Sahil Mustafayev və 2001-ci il təvəllüdlü Elbrus Cəlalov xilas edilib. Ukraynada təhsil alan azərbaycanlı tələbə Rusiyanın dron hücumu nəticəsində xəsarət alıb. Ukraynada dənizçilik ixtisası üzrə təhsil alan azərbaycanlı tələbə Əli Mehdiyev Rusiyanın dron hücumu nəticəsində ağır yaralanıb. Ukraynada azərbaycanlı tələbə dron hücumu nəticəsində yaralandı və bədəninin 70%-i yanan Əli Mehdiyev hazırda komadadır. Qeyd edək ki, Əli Mehdiyev Bakı şəhəri 220 nömrəli məktəbin məzunu olub. O, məktəbi bitirdikdən sonra Ukraynaya dənizçilik ixtisası üzrə təhsil almağa yollanıb. Bakının İstiqlaliyyət küçəsində yol nəqliyyat hadisəsi baş verib. Yüksək sürətlə hərəkət edən minik avtomobili 132-134 saylı təhsil kompleksinin qarşısındakı məhəccərləri sındıraraq çoxillik çınar ağacına çırpılıb. Yüngül xəsarət alan sürücünün bildirdiyinə görə hadisəyə səbəb sükanın bloklanması olub. Hazırda əraziyə aidiyyatı qurumlar cəlb olunub. Ağac və maşının ərazidən götürülməsi istiqamətində tədbirlər davam etdirilir. Şəmkir rayonunda Niva markalı avtomobil yanıb. Hadisə rayonun Tatarlı kəndində qeydə alınıb. Kənd sakini İmna Quliyevə məxsus Niva markalı maşın hərəkətdə olarkən alışaraq yanıb. Hadisə yerinə yanğın söndürən maşın və canlı qüvvə cəlb olunub. Müdaxilə nəticəsində alov söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb. Füzuli rayonunun Seyid Əhmədli və Molla Məhərrəmli kəndləri ərazisində açıq sahədə güclü yanğın başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Füzuli və Cəbrayıl rayonlarından yanğın söndürən qüvvələri cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyatlar davam etdirilir. Yanğının baş vermə səbəbi və dəymiş ziyanın həcmi hələlik məlum deyil.